Salam, kanalıma xoş gəlmisiniz. Bugün qızılgürün mürəbbəsi hazırlayacağıq. Qızılgürün ləçəkləri alt hissəsindən təmizlənilir. Mənim qızılgülüm Naxçıvan qızılgülüdür. Alt hissəsini qurudub, quru çaya qatırım, dəmləyən zaman istifadə edirəm. 250 qramını təmizlədikdən sonra 200 qram təmiz çəki ləçək qaldı. Ləçəklər yuyulur, suyu süzülür. Qaba adi su tökülür və elə soyuq suyun üzərinə də ləçəkləri əlavə edirik və qarışdıra gür atəşdə bişirməyə başlayırıq. Mürəbbənin resepti belədir. Hər 100 qram ləçəyə 1 kiloqram şəkər tozu, 1 kiloqram su. Təqribən 15-20 dəqiqə ləçək yumşalana qədər qarışdıraraq bişiririk. Bişən zaman rəngi açılır, ləçəklər rəngini suya verir. Bu zaman üzərinə şəkər əlavə edilir və yenə qarışdırılaraq gür atəşdə təqribən 15 dəqiqə bişiririk. Artıq mürəbbəmiz hazır olmağa başlayır. Bu zaman 1 çay qaşığı limon duzu əlavə edirik və 10 dəqiqədən sonra artıq mürəbbəmiz hazırdır. Çox aromatlı, bərrak, gördüyünüz kimi şəffaf, rəngi də gözəl alınır. Buyurun, siz də hazırlayın. Nuş olsun. Ağız dadınız heç zaman pozulmasın.